Bugün mən sizə coğrafiya test toplusu 2025-ci il 1-ci hissə səhifə 166-dakı bir neçə məsələlərin izahını verəcəm. Demək, birinci hissədəki digər məsələlərin izahını YouTube-a yükləmişəm. Həmən məsələlərin izahına demək, videolara baxa bilərsiniz. Məsələ 213-ə baxaq. Dağın ətəyində dəniz səviyyəsində havanın temperaturu müsbət 27 dərəcə Selsi, zirvəsində isə -3 dərəcə Selsidir. Dağın mütləq hündürlüyünü və zirvədəki atmosfer təzyiqini hesablayın. Keçən video dərslərdə də qeyd etdim. Dağın, baxaq görək dağın nisbi hündürlüyü nədir, mütləq hündürlüyü nədir? Dağın nisbi hündürlüyü yer səthində bir nöqtənin digər nöqtəyə şaquli xətt üzrə hündürlük fərqidir. Mütləq hündürlük isə okean səviyyəsindən hesablanan hündürlükdür. Plan və xəritələrdə verilmiş hündürlüklər relyefin mütləq hündürlüklərini göstərir. Azərbaycanda mütləq hündürlük Baltik dənizindən hesablanır. Avropada isə Aralıq dənizindən hesablanır. Şimal və ya Aralıq dənizindən hesablanır. Xəzər dənizindən niyə hesablanır? Çünki Xəzər dənizi okean səviyyəsindən aşağıda yerləşir. Burada qeyd olunur. Deməli, o mütləq hündürlük okean səviyyəsindən, okean və ya dəniz səviyyəsindən, nisbi hündürlük isə yer səthində bir nöqtədən digər nöqtəyə nəzərən şaquli xətt üzrə hündürlük fərqidir. Bunu bildik. Biləndən sonra biz məsələmizi həll edə bilərik. Dağın ətəyində müsbət 27 dərəcə Selsi deyir. Baxın, belə bir koordinat oxu qururuq. Əvvəlcə təsvir edirik. 213 nömrəli məsələ. Demək, dağın ətəyində müsbət 27 dərəcə, zirvədə -3 dərəcə Selsidir. Və onlar arasındakı fərq, yəni dərəcə fərqi 213 nömrəli məsələ. Onlar arasında dərəcə fərqi müsbət 30 dərəcə edir. Yəni 30 dərəcə Selsidir. 30 dərəcə Selsidirsə, yəni həmişə koordinat oxu quranda tapmaq rahat olur. 30 dərəcəni də çeviririk nisbi hündürlüyə, yəni temperatur fərqini hündürlük fərqinə çeviririk. Biz bilirik ki, yer səthindən, yəni dağın ətəyindən zirvəsinə doğru temperatur aşağı düşür. Həm temperatur aşağı düşür, həm də təzyiq aşağı düşür. Bunu həmişə bilmək lazımdır. 1000 metr qalxanda dağın ətıyindən zirvəsinə doğru 6 dərəcə Selsi temperatur aşağı düşürsə, 30 dərəcə Selsi x. Buradan tənasibi qurub tapırıq 5000 metr. Bu olur bizim nisbi hündürlüyümüz. Sonra deyir ki, dəniz səviyyəsindən. Dəniz səviyyəsindən deyirsə, dəniz səviyyəsi 0 metr qəbul etdik. 0 metr qəbul etdiksə, mütləq hündürlüyü istəyir və zirvədəki atmosfer təzyiqini istəyir. Dəniz səviyyəsi 0 metr qəbul edirik. Nisbi hündürlükdən çıxırıq 0 metri, tapırıq mütləq hündürlüyü. Mütləq hündürlüyümüz 5000 metrdir. Sonra biz təzyiq istəyir bizdən. 1000 metrdə təzyiq 100 mm aşağı düşürsə, 5000 metr x. Buradan tapırıq 500 mm. Deməli, təzyiq fərqi də 500 mm civə sütununa bərabər olar. Bizdən zirvədəki atmosfer təzyiqini hesablayın deyirsə, dəniz səviyyəsində təzyiq 760 mm civə sütununa bərabərdir. Keçən video dərslərdə də qeyd etmişdim. Normal atmosfer təzyiqi, yəni okean səthi üzərində olan atmosfer təzyiqi normal atmosfer təzyiqi adlanır, təzyiqə əsas götürülür və demək, normal atmosfer təzyiqi 45 dərəcəlik paraleldə 0 dərəcə Selsi temperaturda havanın 1 kvadrat santimetr səthə göstərdiyi təzyiq 760 mm civə sütunu olaraq qəbul olunmuşdur. Yəni, normal atmosfer təzyiqi 760 mm civə sütunu çıxılsın 500, yəni təzyiq fərqini çıxırıq və zirvədəki təzyiqi tapırıq. Zirvədəki təzyiq 260 mm civə sütununa bərabər olar. Məsələ 214-ə baxaq. Dağın ətəyində dəniz səviyyəsində yenə bayaqki qaydada
dəniz səviyyəsində havanın temperaturu müsbət 20 dərəcə Selsi, zirvəsində isə mənfi 11,8 dərəcə Selsi olarsa, dağın mütləq hündürlüyünü və zirvədə atmosfer təzyiqini hesablayın. Bayaqki qaydada yenə də baxın belə bir təsvir yaradırıq. Dağın ətəyi və zirvəsi, temperatur, onlar arasındakı temperatur fərqi 31,8 dərəcə Selsi olar. Koordinat oxunda tapırıq və onu da dərəcə fərqində çeviririk hündürlük fərqinə 5300 metr və demək əgər 5300 metrdirsə təzyiq fərqi 1000 metrdə 100 millimetrdirsə 5300 metrdə 530 demək 530 millimetr civə sütundur. Yenə də dəniz səviyyəsində deyirsə demək 760 mm civə sütunundan çıxırıq 530 mm civə sütunu tapırıq. Zirvədəki təzyiq olur 230 mm civə sütunu və hündürlük, mütləq hündürlük, zirvədəki mütləq hündürlük 5300 metr olar. Yenə də yəni hündürlük fərqini çıxırıq 5300 metrdən 0 metrə çıxıb tapırıq 5300 metri. 215-ə baxaq. A məntəqəsində havanın temperaturu müsbət 20 dərəcə, müsbət 7,8 dərəcə Selsi. A məntəqəsinə baxırıq, dəniz səviyyəsinə baxırıq, B məntəqəsinə baxırıq. Burada yüksəklikdir. Həmişə berg ştrixlərə fikir vermək lazımdır. A məntəqəsində havanın temperaturu müsbət 7,8 dərəcə Selsi. C məntəqəsində müsbət 4,2 dərəcə Selsidir. Əgər A məntəqəsinə fikir vermiş olsaq, 1, 2, 3, 3-cü məntəqədə yerləşir. 1, demək, dəniz səviyyəsi, 1, 2, 3. Yəni, temperatur fərqi 3,6 dərəcə Selsidir. Koordinat oxunda belə çəkirik, göstəririk. Demək, hər iki məntəqə arasında temperatur fərqi 3,6 dərəcə Selsidir. Hündürlük fərqini tapmaq istəyiriksə, yəni temperatur fərqini hündürlük fərqinə çeviririksə, 100 metrdə 0,6 dərəcə Selsi, 3,6 dərəcə Selsi x, buradan tapırıq 600 metr. 600 metr bizim hündürlük fərqimizdir və hündürlük fərqini də təzyiq fərqinə çeviririk. Yenə də 100 metrdə 10 mm təzyiq aşağı düşürsə, 600 metr x, buradan tapırıq 60 mm civə sütunu. Və bizdən istədiyi B məntəqəsində atmosfer təzyiqini hesablayın. B məntəqəsini hesablayırıqsa, əgər demək təzyiqi soruşursa, atmosfer təzyiqini soruşursa, dəniz səviyyəsi ilə B məntəqəsi arasında 1, 2, 3, 4, 5, 6, 7 dənə kəsmə yüksəklik var və demək iki qonşu horizontal arasındakı təzyiq fərqi 60 mm civə sütununa bərabərdir. Ona görə də 60 mm civə sütununu vururuq 7-yə, kəsmə yüksəklərinin sayına tapırıq 420 mm civə sütunu. Lakin bizdən B məntəqəsində atmosfer təzyiqini soruşursa, dəniz səviyyəsində təzyiq 760 mm civə sütunu, çıxırıq təzyiq fərqini, tapırıq B məntəqəsindəki təzyiqi tapmış oluruq. 340 mm civə sütununa bərabər olmuş olar. Məsələ 252-yə baxaq. 10 dərəcə Selsi temperaturda 1 kub metr havanın nisbi rütubətliyi 60%-dir. Havanın doyması üçün çatışmayan su buxarının miqdarı qramlarla müəyyən edin. 10 dərəcə Selsi temperaturda 1 kub metr havanın doyması üçün 9 qram su buxarı lazımdır. Keçən video dərslərdən də biz mütləq rütubətlik və nisbi rütubətlik haqqında məlumat verdik. Mütləq rütubətlik 1 kub metr havada olan su buxarının faktiki miqdarıdır və qramlarla ifadə olunur, hesablanır. Nisbi rütubətlik isə müəyyən temperaturda faktiki su buxarının həmin temperaturda havanın doyması üçün tələb olunan miqdarına nisbətinin faizlə ifadəsidir. Nisbi rütubətlilik
demək hiqrometr və psixometr cihazı ilə təyin edilir. Nisbi rütubətlik 30%-ə qədər olan hava quru hava, 30%-dən 60%-ə qədər olan hava normal hava, 60%-dən çox olan hava isə ifrat rütubətlik sayılır. Bir də hava su buxarı ilə doymuş və doymamış ola bilər. Və müəyyən temperaturda havanın su buxarı, havanın tərkibində mümkün ola biləcək qədər su buxarı olarsa, belə hava doymuş hava hesab olunur. Yox, əgər su buxarının miqdarı mümkün ola biləcək miqdardan az olarsa, belə hava doymamış hava hesab olunur. Və bir də burada cədvəldə bizə müxtəlif temperaturlarda 1 kubmetr havanın doyması üçün tələb olunan su buxarı miqdarları verilmişdir. Yəni, məsələ həllərində bizə lazım olacaqdır. Əgər demək ki 10 dərəcə Selsi temperaturda 1 kubmetr havanın nisbi rütubətliyi 60%-dirsə, yəni 10 dərəcə Selsi temperaturda maksimum doyma həddi 9 qramdırsa, yəni 9 qram maksimum həddirsə, 100% qəbul ediriksə, nisbi rütubətliyimiz, havadakı nisbi rütubətlik 60%-dirsə, mütləq rütubətlik 5,4 qramdır. Lakin bizdən havada çatışmayan su buxarını istəyir. Yəni, havanın doyması üçün çatışmayan su buxarını tapmaq istəyiriksə, 9 qramdan 5,4 qramı çıxıb, çatışmayan su buxarının miqdarını tapırıq. 3,6 qram. Məsələ 253-ə baxaq. Bu da eyni tipli məsələdir. Bakıda havanın temperaturu 30 dərəcə Selsidir. 30 dərəcə Selsidə nisbi rütubətlik 70%-dir. 1 kubmetr havanın doyması üçün 30 qram su buxarının tələb olmasını nəzərə alaraq mütləq rütubətliyi hesablayın. Buradan bizdən sadəcə mütləq rütubətliyi istəyir. 30 qramı 100% qəbul ediriksə, 70% x buradan tapırıq mütləq rütubətlik, yəni havadakı olan faktiki su buxarının miqdarı 21 qram. Məsələ 254-ə baxaq. Hündürlüyü 6000 metr olan dağın zirvəsində temperatur -20 dərəcə Selsidir. Həmin dağın ətəyində okean səviyyəsində havanın temperaturunu müəyyən edin. Okean səviyyəsində deyirsə, yenə də yəni 0 metr nəzərə almaq lazımdır. Demək, 6000 metr hündürlükdə -20 dərəcə Selsidir. Və mütləq rütubətlik, yəni tapmaq istəyiriksə 6000 metrdən 0 metrə çıxıb 6000 metr mütləq rütubətliyimizdir. Daha doğrusu mütləq hündürlüyümüzdür. Mütləq hündürlüyü də çeviririk, temperatur fərqini tapırıq. Demək ki, 1000 metrdə 6 dərəcə Selsidirsə, 6000 metr x. Buradan tapırıq temperatur fərqini 36 dərəcə Selsi. Əgər temperatur fərqi 36 dərəcə Selsidirsə, deməli digər məntəqədə, yəni dağın ətəyində temperatur müsbət 16 dərəcə Selsi olar. Məsələ 255-ə baxaq. Atmosfer təzyiqi göstəricilərinə əsasən dağın nisbi hündürlüyünü hesablayın. Təzyiq, iki məntəqədə təzyiq verilmişdir. 740 mm civə sütunu, yəni dağın ətəyində təzyiq 740 mm civə sütunu, zirvədə təzyiq 680 mm civə sütununa bərabərdir. Onlar arasındakı fərq 60 mm civə sütundur və 60 mm, yəni təzyiq fərqini də çeviririk hündürlük fərqinə, 600 metri tapmış oluruq. Bizə nisbi hündürlüyü istəyir. Yəni təzyiq fərqindən hündürlük fərqini tapmış oluruq. Məsələ 256-ya baxaq. Atmosfer təzyiqi göstəricilərinə əsasən relyef formasının nisbi hündürlüyünü hesablayın. Metrlə deyir. Buradan da yenə bayaqki qaydada hündürlükdür. Berq ştrixlərə fikir vermək lazımdır. 750 mm civə sütununa çıxırıq, 680 mm civə sütunu tapırıq 70. Buradan da demək təzyiq fərqini çeviririk hündürlük fərqinə. Hündürlük fərqi olur 700 metr. 257 nömrəli məsələyə baxaq. Temperaturu müsbət 20 dərəcə Selsi olan 1 kubmetr havanın nisbi rütubətliyi 80%-dir. Doyma üçün 17 qram su buxarının olduğunu, tələb olunduğunu nəzərə alaraq
çatışmayan buxarın miqdarını qramla hesablayın. Bizdən çatışmayan su buxarının miqdarını istəyir. 17 qram 100% qəbul ediriksə, nisbi rütubətliyimiz 80%dirsə, faktiki su buxarımız, yəni havadakı faktiki su buxarı 13,6 qramdır. 17 qramı 100% qəbul ediriksə, çıxırıq 13,6 qramı, yəni faktiki su buxarı, havada olan su buxarını çıxırıq və çatışmayan su buxarının miqdarını tapmış oluruq, 3,4 qramı tapmış oluruq. Məsələ 258. A nöqtəsində havanın temperaturu 10 dərəcə Selsidir, yüksəklikdir. A nöqtəsi xarici horizontalda, B nöqtəsi daxili horizontalda yerləşir. Horizontalların 10 metrdən bir keçirildiyini nəzərə alaraq B nöqtəsində temperaturu müəyyən edin. Bayaqki qaydada baxaq görək ki, A və B nöqtəsi arasında neçədən kəsmə yüksəkliyi vardır? 3 dənə kəsmə yüksəkliyi vardır. 1, 2, 3. 3 dənə kəsmə yüksəkliyi vardır. Ona görə də 100 metri 3-ə vurub tapırıq hündürlük fərqi olur 300 metr. Hündürlük fərqini də çeviririk temperatur fərqinə. Temperatur fərqi olur 1,8 dərəcə Selsi. Əgər A nöqtəsində temperatur 10 dərəcə Selsidirsə, B nöqtəsində əgər temperatur fərqi də 1,8 dərəcə Selsidirsə, B nöqtəsində temperatur olur müsbət 8,2 dərəcə Selsi. Çünki temperatur fərqi 1,8 dərəcə Selsi olmuşdur. Məsələ 259-a baxaq. Dağın ətəyində okean səviyyəsində havanın temperaturu, maksimum temperaturu müsbət 27 dərəcə Selsi olarsa, qar xəttinin keçdiyi hündürlüyünü müəyyən edin. Bayaqki qaydada yenə də təsvir yaradırıq. 27 dərəcə Selsi. Biz bilirik ki, qar xətti artıq 0 dərəcə Selsidən üzü mənfiyə doğru gediriksə, qar xətti başlayır. Əgər koordinat oxunda təsvir ediriksə, 0 dərəcə Selsi ilə 27 dərəcə Selsi arasında dərəcə fərqi 27 dərəcədir. 27 dərəcənin də dərəcə fərqini çeviririk məsafəyə. Yəni hündürlük fərqini tapırıq 4500 metri. Sonra bizə deyir ki, qar xəttinin keçdiyi hündürlüyü tapın. Demək ki, yenə də dağın ətəyində okean səviyyəsində deyirsə, okean səviyyəsini həmişə qeyd edirsə, deməli okean səviyyəsi 0 metr qəbul edirik. Dağın hündürlüyü olur 4500 metrdən çıxırıq 0 metri, 4500 metr. Deməli, qar xətti keçir 4500 metrdə. Çünki 4500 metrdə artıq qar xətti başlayır. Yəni 0 dərəcə Selsidə qar xətti başlayır. Məsələ 260-a baxaq. A və B məntəqələri arasında atmosfer təzyiqi fərqinin 300 mm civə sütunu olduğunu nəzərə alıb kəsmə yüksəkliyi müəyyən edin. Və A və B məntəqəsi arasında fikir verək neçə dənə kəsmə yüksəklik vardır. 1, 2, 3, 4, 5. 5 dənə kəsmə yüksəklik vardır. Və 5 dənə kəsmə yüksəklik vardırsa və təzyiq fərqi 300 mm civə sütununa bərabərdirsə, məsafə fərqi, yəni nisbi hündürlük fərqi 3000 metrdirsə, onu da bölürük 5-ə. Yəni 3000 metri 5-ə böləndə kəsmə yüksəkliyi olur 600 metr. Məsələ 261-ə baxaq. A və B məntəqələri arasındakı temperatur fərqi, demək fərqinin 18 dərəcə Selsi olduğunu nəzərə alaraq kəsmə yüksəkliyi müəyyən edin. Burada da baxaq görək neçə dənə kəsmə yüksəklik var. 1, 2, 3, 4, 5. 5 dənə kəsmə yüksəklik var. Təzyiq fərqi 18 dərəcə Selsidirsə, hündürlük fərqi 3000 metrdir. 3000 metri də 5-ə bölüb tapırıq kəsmə yüksəkliyi olur 600 metr. Məsələ 262-yə baxaq. Ekvatorda yerləşən dağın ətəyində 2000 metr hündürlükdə havanın maksimal temperaturu müsbət 18 dərəcə Selsidirsə, qar xəttinin keçdiyi hündürlüyü müəyyən edin. Burada da ekvator xətti deyir, dağın ətəyində deyir. Bayaqki qaydada əgər 2000 metr hündürlükdə
temperatur 18 dərəcə Selsidirsə və qar xəttini soruşursa, yenə də baxın koordinat oxu çəkirik. 0 dərəcə Selsi ilə 18 dərəcə Selsi arasında temperatur fərqi 18 dərəcədir. Temperatur fərqi 18 dərəcədirsə, bunu çeviririk hündürlük fərqinə. Hündürlük fərqi olur 3000 metr. Demək bizdə deyir 2000 metr hündürlükdə deyirsə, 2000 metrin üzərinə 3000 metri gəlib. Yəni hündürlük fərqin gəlib, qar xəttin keçdiyi hündürlüyü tapırıq. 5000 metr olar. Qar xəttin keçdiyi hündürlük. Məsələ 263-ə baxaq. Temperaturu müsbət 20 dərəcə Selsi olan 1 kubmetr havada nisbi rütubətlik 57 dərəcədən 57%-dən 27%-ə düşmüşdür. Nisbi hündürlüyü deyir. Mütləq rütubətliyin neçə qram dəyişdiyini müəyyən edin. Nəzərə alın ki, müsbət 20 dərəcə Selsi temperaturda 1 kubmetr havanın doyması üçün 17 qram su buxarı lazımdır. Bayaqki qaydada istəyir mütləq rütubətliyin neçə qram dəyişdiyini. Dəyişdiyini deyirsə, deməli 57%-dən 27%-ni çıxırıq. Deməli 30% dəyişmişdir. Biz 30% tapmalıyıq. Dəyişən faizi tapmalıyıq. 17 qram 100%-dirsə 30% 5,1 qramdır. Deməli 5,1 qram dəyişmişdir. Dəyişən neçə qram deyirsə, deməli 5,1 qram dəyişmişdir. Mütləq rütubətlik. 264-ə baxaq. Sxemdə verilən A məntəqəsində havanın temperaturu A məntəqəsinə fikir verdik. Yüksəklikdə yerləşir və -8 dərəcə Selsidir. B məntəqəsində 16 dərəcə Selsidir. Müsbət. Kəsmə yüksəkliyi müəyyən edin. B məntəqəsi dəniz səviyyəsində yerləşir. A məntəqəsi isə yüksəklikdə. Fikir verək. Onlar arasında temperatur fərqi demək 24 dərəcə Selsidir. 24 dərəcə Selsidirsə, yəni temperatur fərqini çeviririk hündürlük fərqinə 4000 metr. Bizdən soruşur, kəsmə yüksəkliyi tapmağını istəyir və A və B məntəqəsi arasında baxaq görək ki, neçə dənə 1, 2, 3, 4. 4 dənə kəsmə yüksəkliyi olduğu üçün 4000 metri biz 4-ə bölüb kəsmə yüksəkliyi tapırıq. Kəsmə yüksəkliyi olur 1000 metr. Məsələ 265-ə baxaq. Kəsmə yüksəkliyin 50 metr olduğu sxemdə B məntəqəsində atmosfer təzyiqi 720 mm civə sütundur. A məntəqəsində atmosfer təzyiqini müəyyən edin və A və B məntəqəsi arasında baxaq görək 1, 2, 3, 4. 1, 2, 3, 4. 4 dənə kəsmə yüksəklik vardır. 50 metri 4-ə vururuq, tapırıq 200 metr. Hündürlük fərqi olur 200 metr, yəni nisbi yüksəklik. 200 metri də çeviririk təzyiq fərqinə, yəni hündürlük fərqini təzyiq fərqinə çeviririk. Əgər qeyd edirsə ki, B məntəqəsində təzyiq 720 mm-dirsə, yəni dağın zirvəsindən ətəyinə doğru təzyiq artacaqdır. Ona görə də 720 mm-in üzərinə gəlirik 20 mm civə sütun, tapırıq 740 mm civə sütununu tapmış oluruq. Deməli, A məntəqəsində təzyiq olar 740 mm civə sütunu.